Fazıl bəy, yəqin ki, siz də gördünüz də bu Azərbaycanın benzin göndərməsi, yanacaq göndərməsi Ermənistana və Ermənistanda nisbətən ucuz qiymətə satılması, ümumiyyətlə heç hələ bunun satış məbləği məlum olmadan belə bununla da qarşı sosial şəbəkələrdə başladılar Azərbaycan Ermənistana yanacaq göndərdi filan. Həm bir tərəfdən sülhü istəyirik biz, bir tərəfdən də sülhə əngəlləyəcək addımlar atır bizim cəmiyyətin bəzi nümayəndələri. İndi bu çıxışım elə çıxmasın, mən ermənilərə simpatiya göstərən və yaxud məndən olsa ümumiyyətlə biz Çin səddi çəkərik, nə ermənilər bizi görsün, nə də biz ermənilər. Amma yaşadığımız coğrafiyada bugün bu mümkün deyil və cənab prezident də dəfələrlə deyib ki, mən nəyi nə zaman edəcəyimi çox yaxşı bilirəm. Yəni bugün əgər biz Xankəndidə, Xocalda sizin dediyiniz kimi varıqsa, biz Xocalının qisasını ala bilmişiksə, demək ki, biz qalib bir xalqıq və qalib xalq da özündən aşağı olanı əzməyəcək, müəyyən güzəştlər ona eləyəcək sizin dediyiniz kimi. Hərdən sizə elə gəlmir ki, bu sosial şəbəkələrdə gedən müzakirələr də, yəni bizə xalq olaraq yaraşmayan müzakirələrdir. Bilirsiniz, bu körpüdə deşik axtarma anlayışı ilə məsələyə baxışdır. Yəni böyük körpü salınıbdır. Bu körpünün əhəmiyyətini azaltmaq üçün orada hansısa mismarın vurulmadığı, ya hansısa bir nə isə bir taxtanın yerində olmadığını deməklə onun əhəmiyyətini azaldırsan. Əslində biz son 200 ilin elə bir qlobal bir işini görmüşük ki, bu işi tamamlamamağa haqqımız yoxdur. Və bu işdə də indi bizim bir böyük hədəfimiz qalıb. Əslində biz elə bütöv Azərbaycan hədəfimiz əslində budur. Naxçıvanla quru yolun açılmasıdır. Bilirsiniz, müasir dövrdə istənilən xəyallar qura bilərsən, düşüncə qura bilərsən. Öz ərazi bütövlüyün hüdudundan kənara çıxanda böyük bir ölkələr var ki, faciələr yaşayır. Bir İraqı xatırlayın, bir Küveytə hücumu İraqın tənəzzülünə gətirib çıxartdı. Yəni ona görə də bu məsələlərdə olduqca ehtiyatlı olmalıyıq ki, bizə əsas bugün real hədəfi düşünməliyik. Real hədəf Naxçıvana quru yolun açılmasıdır, dəmir yolunun açılmasıdır. Bu Naxçıvana dəmir yolunun açılması yalnız Naxçıvanla Azərbaycanın bütöv mənada quru sərhədlərlə birləşməsi deyil. Bu böyük bir qlobal dünya bazarına açılım deməkdir. Bu Çinin Avropaya açılımıdır, Avropanın Çinə açılımıdır və bizim üzərimizdən açılımdır. Elə bunun bir dənə tranzit avantajı Azərbaycan üçün hər şey deməkdir. Neftin, qazın müəyyən dərəcədə azaldığı bir dövrdə biz bu hədəfi daha dəqiq görüb ona indekslənməliyik. İndi burada bizim Ermənistana verdiyimiz hansısa bir nefti, qazdır, hansısa bir deyək ki, bir ərmağan kimi nəzərdə tutulan məsələlər əslində bizi biraz ağıllı mühakiməsi olan cəmiyyəti təəccübləndirməməlidir. Çünki qalib gələn dövlət maraqlı olmalıdır ki, bu qələbəni nəticə ilə yekunlaşdırsın. Çünki mən həmişə Rooseveltin o sözünü deyirəm ki, qeyd edirdi ki, biz müharibədə qalib gəldik, indi qələbəni udmalıyıq. Biz qələbəni udmağımız sülh müqaviləsi bağlanandan sonradır. Qələbəni hələ udmamışıq. Və qələbəni udmaq üçün də bəzən bilirsiniz, bu adamlar nağılı oxuyurlar, amma nağılın mahiyyətini bilmirlər. Bir Məlik Məmməd belə işıqlı dünyaya çıxmaq üçün simurq quşuna bandırından ət verir. Sonra ət qayıdıb yerinə qoyulacaqdır. Amma müvəqqəti olaraq müəyyən fədakarlıq eləməlisən ki, işıqlı dünyaya çıxa biləsən. Bizim üçün işıqlı dünya təhlükəsizlikdir. Bölgədə müharibə riskinin ortadan qalxmasıdır. Və bu hədəfə biz qısa müddətdə əgər nail olmuşuqsa və böyük də Azərbaycan gözlədiyimizdən də daha artıq uğura imza atıbsa, siz təsəvvür edin ki, Şuşa bizdədir, müəyyən Laçının müəyyən hissəsi bizdədir, amma birdən-birə xəyalımızdan keçmir ki, necə olacaq Rus sülh məramından biz necə çıxaracaq? Hamının verdiyi sual oydu. Başa düşdük ki, ala bilərik, amma Rus sülh məramlı ilə qarşı durmaya getmədən bunu ala bilərikmi? Demək, aldıq. Demək, ağıl işlədəndə, ağıllı diplomatiya ilə gedəndə alır. Və xalqın da əslində əsas mahiyyəti onun zamana görə doğru siyasiləşməsidir. Biz bəzən doğru siyasiləşmədiyimizə görə, mümkün olmayan hədəflərə yönəldiyimizə görə biz məğlub olmuşuq. Və mümkün olan hədəfləri qarşısına qoyan və atılan addımlarda o diplomatik manevrləri anlayan cəmiyyət
çox olanda, insanların sayı çox olanda bu siyasəti alt-üst çevirmək olmur. O dediyiniz neqativləri yükləmək olmur cəmiyyətə. Şükür Allaha ki, bizim cəmiyyət, xüsusilə də bu Qarabağın azad olunması Azərbaycan cəmiyyətində ağıllı mühakiməsi olan insanların sayını artırdı.